Biləsuvar rayonunda 1982-ci il təvəllüdlü Elbrus şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Ceyhuna xəsarət yetirib. Hadisə Biləsuvar rayonun Bəydili kəndində ötən ilin dekabrın 10-da baş verib. Elbrus yaşadıkları evin qarşısında qardaşı Ceyhun ilə aralarında yaranmış mübahisə zamanı onun yaşadığı evin həyətində olan dəmir çardağı satmasına icazə verməməsini əsas gətirərək qardaşına 2 dəfə yumruq zərbələri ilə baş nahiyəsindən vurub. Hadisəni törədən Elbrusun barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elbrus ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərər çəkmiş Ceyhun onun qardaşıdır, münasibətləri əvvəldən normal olmayıb, aramızda mütəmadi olaraq ata mülkünə görə mübahisə və narazılığımız yaranıb. Atam və anam vəfat etdikdən sonra arvadımdan ayrıldım və Biləsuvar rayon Bəydili kəndində yerləşən ünvanda tək yaşamağa başladım. Heç bir rəsmi iş yerimin və gəlir mənbəyimin olmamasına görə yaşadığımız evin həyətində olan dəmir çardağı sataraq dolanışığımı təmin etmək istədim. Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 10-da səhər vaxtlarında həmin dəmir çardağı satmaq üçün müştəri çağıran zaman qardaşı Ceyhun oraya gəlib, onun qaldığı evin ata mülkü olmasını bildirib və həmin dəmir çardağı satmağa imkan verməyib. Bundan sonra dəmir çardağı almağa gələn müştəri getdikdən sonra qardaşıma yaşadığımız evin qarşısında küçədə yaxınlaşaraq evin mənə atamdan mülk olaraq qalmasını, maddi imkanımın olmamasına görə həmin dəmir çardağı satmağımı bildirdim. Bu zaman qardaşım Ceyhun ilə aramızda mübahisələrimiz baş verdi. Baş verən mübahisə zamanı qardaşım Ceyhunun baş nahiyəsindən 2 dəfə yumruq zərbəsi ilə vuraraq ona xəsarət yetirdim. Ceyhunu nalayiq söyüşlərlə söyərək oradan uzaqlaşdırdım. Hadisə baş verən zaman ətrafda kimsə olmayıb. Yalnız qonşumuz Elşad adlı şəxs bizi ayıraraq oradan uzaqlaşdırdı. Hadisə baş verən zaman Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə müraciət edərək qardaşım Ceyhun ilə aramızda mübahisələrinin baş verməsini bildirdim. Qardaşım Ceyhun da mənim barəmdə şikayət edərək döyülməsini bildirdi. İş üzrə zərər çəkmiş Ceyhunun sözlərinə görə Elbrus onun qardaşıdır, içki audacisidir. Mütəmadi olaraq spirtli içkinin təsiri altında yaşadıkları evə gələrək mübahisə və münaqişə yaradır. Dekabrın 10-da saat 13 radələrində yaşadığımız kənddə hərəkətdə olan zaman qardaşım Elbrus yaşadığı ata evimizə bir neçə nəfər şəxsin daxil olmasını gördüm. Həmin şəxslər ilə söhbət edən zaman qardaşım Elbrusun evin həyətində olan dəmirləri satmaq istəməsini dedilər. Mən həmin şəxslər ilə danışaraq qardaşım Elbrusun tüfeyli həyat sürməsini, içki audacisi olmasını və bu səbəbə görə həmin dəmirləri satmaq istəməsini dedim. Həmin şəxslər ilə söhbət etdikdən sonra oradan çıxaraq getdik. Bir qədər sonra qardaşım Elbrus evdən çıxaraq həyət qapısının ağzına gəldi və mənə həmin şəxsləri niyə oradan göndərməyimi dedi. Sonra isə mənə yaxınlaşaraq baş nahiyəmdən bir neçə dəfə yumruq və şillə zərbələri ilə vuraraq döydü. Bu cinayət işinə Bərdə rayon məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elbrusa 6 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə cəza çəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilib.